Bismillah. 2 iyul üçün bürclərin ən şok proqnozu. Qoç, gözlənilməz hadisə sizi sürətli qərar verməyə məcbur edə bilər. Sakit qalmaq uğurun açarı olacaq. Buğa, maliyyə və iş sahəsində yeni imkanlar görünür. Uzun müddətdir gözlədiyiniz xəbər gələ bilər. Əkizlər, ünsiyyət baxımından uğurlu gündür. Yeni tanışlıq gələcək planlarınıza müsbət təsir edə bilər. Xərçəng, ailə və şəxsi münasibətlərdə anlaşma ön plana çıxacaq. Köhnə inciklikləri geridə qoymaq üçün münasib zamandır. Şir, parlamaq və özünüzü göstərmək üçün əlverişli gündür. Rəhbərlik və ya ətrafınızdakı insanlar əməyinizi qiymətləndirə bilər. Qız, detallara həddindən artıq fokuslanmaq sizi yoracaq. Böyük mənzərəni görməyə çalışın. Tərəzi, sevgidə və dostluqda xoş sürprizlər mümkündür. Vacib bir qərar ürəyinizcə ola bilər. Əqrəb, emosional gərginlik yaşana bilər. Tələsik sözlərdən çəkinin, çünki sonradan peşman ola bilərsiniz. Ox atan, şans sizin tərəfinizdədir. Yeni layihə, səfər və ya gəlirlə bağlı sevindirici xəbər ala bilərsiniz. Oğlaq, səbir və intizam sizə üstünlük qazandıracaq. İşləriniz plan üzrə irəliləyəcək. Dolça, yaradıcılıq və fərqli ideyalarınız diqqət çəkəcək. Gözlənilməz dəstək ala bilərsiniz. Balıqlar, intuisiyanız güclənəcək. Daxili hissləriniz sizi doğru istiqamətə aparacaq. Günün ən şanslı bürcləri ox atan, şir, tərəzi. Günün ən gərgin bürcləri əqrəb, qoç, qız.